Həyatınıza baxın, yaşadığınızı zənn edirsiniz, yoxsa qarşınıza çıxan poxlar içindən təzə seçirsiniz, hə? Məncə sizin çoxunuz pox içində təzə axtarırsınız. Siz tam başqa xəyallar qururdunuz. Sizin xəyallarınızda təsəvvür etdiyiniz o həyat hara, yaşadığınız bu real həyat hara. Ona görə də deyirəm ki, insan sadəcə daxilində öz xəyallarında azaddır. Real həyatda isə iki zibil variantdan daha az ziyanlı olanını məcburi şəkildə seçən həmin o sadəcə təzə heyvandır. İndi deyin görüm, həyat yoldaşınızı doğrudan mı sevirsiniz, yoxsa sadəcə daha yaxşı bir təzək tapa bilmədinizmi? Bütün həyatınız demək olar ki, zibillikdə tapdığınız ən yararlı şeylərdən ibarətdir. Sonra da utanmadan biz azad iradəliyik deyirsiniz. Əsl azad iradəli olan mənəm, iblis, Allaha qarşı çıxdım. Sizdə isə vəziyyət tamam başqadır. Sizin hamınızın formal olaraq azad iradəsi var. Amma çox azınız ondan istifadə edə bilirsiniz. Qalanlarınız isə sadəcə azad iradəli xəyal quran gizbəsərlərsiniz. Ömrünüz boyu həyat dediyiniz şey əslində o təzəkləri toplamaq olub. And olsun yerlə ayın öpüşdüyü o qaranlıq günə ki, bircə dəfə əsl real şeylərə çata bilsəydiniz, o qucaqladığınız təzək çuvalı əlinizdən palçığa düşərdi. Həyatdakı bir çox əxlaqınız, keyfiyyətiniz, maddiyyatınız və bu cümlədən də ailəniz, bunlar əslində sizin həqiqətən istədiyiniz şeylər deyil, sadəcə başqa heç nəyiniz yoxdur deyə, əliniz boş qalmasın deyə sarıldığınız çarəsizlikdir. Vəziyyət bircə anlığına dəyişsə, hamısı sizə iyrənc görünəcək şeylərdir. Sadəcə daha yaxşısına sahib ola bilmədiyiniz üçün hələlik gözünüzə qiymətli görünürlər. Siz sahib olmaq istədiyiniz şeylərin sizə zərərli olduğunu bilsəniz belə, yenə də başda özünüz olmaqla hamını onun sizə faydalı olduğuna inandıraraq həmin şeylərə can atırsınız. Halbuki onun zərəri faydasından qat-qat çoxdur. Amma o şey sizə qismət olmayanda, daxilən sizin üçün ən qiymətli şey elə o olsa da, çoxunuz həmin vəziyyətdə özünüzü sanki onu heç istəmirmiş kimi aparırsınız və başlayırsınız tez-tez təkrarlamağa. İnsan əlindəkinin qiymətini bilməlidir. Bəli, bu belədir, amma əlindəkinin qiymətini o insan daha yaxşı bilir ki, onun götürməyə başqa heç nəyə yoxdur. Bu dünyada qədir bilən dediyiniz adamların bir çoxu əslində nə qədir biləndir, nə də bəhalı. Bəlkə də sadəcə başqa çarələri qucaqlamağa başqa sinələri yoxdur. Ya da ehtiyat igidin yaraşığıdır deyib əllərindəki o son zibili də yandırmaqdan qorxurlar. İnsanın bir şeyə sevgisi, o sevdiyi şeyin və yaxud adamın başqalarının nisbətdə necə olmasına və başqalarına nəzərən onun həyatında nə dərəcədə yer tutduğuna bağlıdır. Və indi özünüz düşünün, siz kimlərin həyatında qiymətlisiniz ki, bəlkə də siz qiymətli sayıldığınız o adamlar üçün əslində heç qiymətli də deyilsiniz, sadəcə onların sahib olduğu o zibilin içindəki ən yaxşı zibil sizsiniz, ona görə də həyatlarında sizə hələ ki yer var. Əksər adamlar əslində demək olar ki, heç kəsin yanında həqiqi məqam sahibi də deyirlər. Sadəcə vaxtı gələndə atılacaq zibildilər. Bu proses o vaxta qədər davam edir ki, səni adam hesab edənlər özləri biraz daha yuxarı qalsınlar. Elə ki yuxarı qalxırlar, özləri ilə bərabər o zibillikdə qaldıqlarını sandıqları şeyləri yuxarı qaldırmırlar. Sadəcə olduqları yerdə buraxıb gedirlər. Bu bir uşağın yeni gəlinciyi alıb bir andaca köhnəsindən soyması kimi bir şeydir. Və tamamilə də təbiidir. Çünki sizi siz olduğunuz üçün sevmirlər. Əksər hallarda insan olduğu vəziyyətdə kiminlə daha asan həyata davam edə biləcəyinə baxır. Elə ki onun həyatı dəyişdi, siz artıq onun yeni funksiyalarına cavab verməyən köhnə lənət bir cihaz olursunuz. İndi deyin görüm, siz başqaları üçün həqiqətən dostsunuzmu, yoxsa onların sizdən daha yaxşısını tapmağa əlacı yoxdur deyə sizə dost deyib sarılırlar. Onlar sizi həqiqətən sevirmi? Əgər sevilirsinizsə, nəyə görə sevilirsiniz? Sevdikləri şey doğrudan mı sizsiniz, yoxsa sadəcə sizdə olan sizin onlara verdiyiniz o bəsit şeylərdir?